Bu nə axmaq sözdür? Ağzından çıxanı qulağın eşidirmi Fuad? Tamerlan yumruğunu masaya çırpdı. Bax, elə bundan çəkinirdim. Bu cür sərt reaksiya verəcəyini bildiyim üçün boğulub qalmışdım. Sənə vəziyyəti heç cür açıqlaya bilmirdim. Amma artıq yetər. Sən mənim qardaş dediyim ən əziz dostlarımdan birisən. Xəyanətə uğradığını bilə-bilə bunu səndən gizlədə bilmərəm. Gözlərimlə gördüm Tamerlan. Keçən həftə Seymuru sizin binanın girişində gördüm. Seymurun sizin binada nə işi var idi axı? Sənin də iş günün olduğunu bilib lap şübhələndim. Ola bilməz. Yəni ola bilər, amma keçmişdə qaldı. Nigar Seymurun adını belə xatırlamaq istəmirdi axır vaxtlar. Nə olsun ki nişanlısı olub? Mümkün deyil. Mən Nigara güvənirəm, deyə cavab verdi Tamerlan. Axıra qədər qulaq as. 2 gün sonra gedib səhərdən axşama kimi gizlincə sizin binaya gəlib gedənləri izlədim. Öncə Nigar binadan çıxdı. Bir neçə dəqiqə sonra Seymurun binanın girişindən içəri keçdiyini gördüm. Hardasa yarım saat sonra Nigar qayıtdı. Şübhə çəkməmək üçün ikisi də ayrı-ayrı vaxtlarda binaya daxil oldu. Gözəl plandı əslində. Amma mənim həyatım bu cür planları pozmaqla keçib. Biraz keçdi. Mən də binaya daxil oldum. Sizin qapıya yaxınlaşıb dinləməyə başladım. İçərdən səslər gəlirdi. Tamerlan, içərdən səslər gəlirdi. O an istədim qapını qırıb oradaca Seymurun ağız burnunu dağıdım. Ancaq sənə bildirmədən heç nə etmək istəmədim. Fuad bu sözləri danışarkən o qədər səmimi idi ki, sadəcə gözləri yox, eyni zamanda ruhu da ağlayırdı sanki. Tamerlanın əsəbdən əl-ayağı titrədi. Fuad, bu işin geri dönüşü yoxdur, bilərsən yəqin. Fuad Daxili İşlər Nazirliyində işləyirdi. Buna görə daim belində tapancası olurdu. Tapancanı çıxarıb Tamerlana uzatdı. Əgər 1 qram şübhən varsa, çək vur qardaşım, dedi Fuad. Aydındır Fuad, ehtiyac yoxdur. Hər şey üçün çox sağ ol dostum.